Günün ən mühüm hadisələrini təqdimatı ilə ATV Xəbərin əsas buraxılışının efir vaxtıdır. Xoş gördük. Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində bir sıra istehsal müəssisələri ilə tanış olub. Dövlət başçısı İmişlidə arpa emalı müəssisəsinin açılışında da iştirak edib. Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində Humix MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, Sabirabad Sənaye Məhəlləsinin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə Sənaye Məhəlləsində 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən Sənaye Məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub. Humix MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral toz, kimyəvi maye və toz və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub. Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində Azera Toxumçuluq Məhdud Məsuliyyətli Cəmiyyətinin toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Hazırda burada bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal olunur. Müəssisədə ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2000 ton arpa, 2000 ton buğda toxumu istehsal gücünə malikdir. Müəssisədə Sabirabad Pilot Aqroparkda yetişdirilən, həmçinin regionun kiçik, orta və iri fermer təsərrüfatlarında əldə olunan toxumlar xammal kimi istifadə edilir. Layihə dəyəri 2,5 milyon manat olan müəssisədə daimi iş yerlərinin sayı 20-yə çatdırılacaq. İşçilərin Sabirabad və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur. Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində Daşobası Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq emalı zavodunun fəaliyyəti ilə də tanış olub. Zavodda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahluc və texniki çiyid istehsal olunur. Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahluc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümü işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb. Dövlət başçısı Sabirabad Sənaye Məhəlləsində Fırtına Su Sistemləri Məhdud Məsuliyyətli Cəmiyyətinin su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə də yaxından tanış olub. Müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Burada ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. İstehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir. Müəssisədə 50 iş yeri yaradılıb. Prezident həmçinin İmişlidə Promalt Məhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalı müəssisəsinin açılışında iştirak edib. Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçirilərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul malt istehsal olunacaq. İnvestisiya dəyəri 33,2 milyon manat olan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək. Burada 47 nəfər işlə təmin olunacaq.
Bütün Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən olacaq. Nəinki Azərbaycanda, dünya miqyasında. Prezident İlham Əliyev Cəbrayıl rayonu Horovlu kəndinə köçən sakinlərlə görüşdə belə deyib, qeyd edib ki, Qarabağdakı bugünkü reallıq ədalətin təntənəsidir. Elə bugün Cəbrayıl şəhərində 2-ci və 3-cü yaşayış komplekslərinin təməli qoyulub. Dövlət başçısının Cəbrayıla səfəri barədə ətraflı sujetdə. Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib. Təməli 2023-cü ilin mayında qoyulan kənddə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Müasir kommunikasiya şəbəkəsi, günəş panelləri, yüksək sürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənd daxili yollara asfalt döşənib. Kənddə 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi, uşaq bağçası, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, idman sağlamlıq mərkəzi də tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış əskər, Şığı, Orta, Gülqasım və Xəlifə kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq. Kənddə 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Dövlət başçısı Horovluya köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Prezident qeyd edib ki, Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilib və əslində bizim zəfər yürüşümüz bu bölgələrdən başlayıb. Cəbrayıl, Füzuli istiqamətində irəli gedən əskər və zabitlərimiz düşmənin bir neçə müdafiə xəttini yarmaqla gələcək zəfər yürüşümüzü şərtləndirib. 8 noyabr zəfər günü bizim tariximizdə olan ən parlaq səhifədir. 5 il bundan əvvəl tarixi zəfərimiz bütün dünyaya səs salıb. Bugün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıb. Prezident Cəbrayıl şəhər məscidinin təməlini qoyub. 2 mərtəbəli məscid binasında eyni vaxtda 615 nəfər ibadət edə biləcək. Eyni anda kişilərin və qadınların ibadət etməsi üçün şərait yaradılıb. Məscidin minarələrinin hündürlüyü 34,2, günbəzin hündürlüyü isə 22,6 metr olacaq. Dövlət başçısı Cəbrayıl şəhərində 2-ci və 3-cü yaşayış komplekslərinin təməlini qoyub. 2-ci yaşayış kompleksində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda 1, 2, 3, 4 və 5 otaqdan ibarət 615 mənzil olacaq. 3-cü yaşayış kompleksində isə 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda 1, 2, 3, 4 və 5 otaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur. Prezident İlham Əliyev Hacı Qabul, Bəhrəmtəpə, Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan Şəfəq Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib. 4-cü texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. 2 hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Dövlət başçısı Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan Şəms və Üfüq günəş elektrik stansiyalarının təməlini qoyub. Bu layihə ölkənin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir. Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur. Şəms və Üfüq günəş elektrik stansiyalarında ildə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Nəticədə hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcək. Atmosferə atılan zərərli emissiyalar 96 min ton azalacaq. Günəş elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.
Prezident İlham Əliyev bugün Zəngilana da səfər edib, şəhərdə 104 mənzilli yaşayış kompleksində görülən işlərlə tanış olub. 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i 2 mərtəbəli, 4-ü isə 3 mərtəbəlidir. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerji doldurma məntəqəsi də nəzərdə tutulub. Dövlət başçısı Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib. Ağalı kəndinin ikinci mərhələsində 103 ev istifadəyə veriləcək, 55-i 2 otaqlı fərdi evlərdən, 3-ü isə 3 mərtəbəli 2 bloklu townhouse tipli binalardakı mənzillərdən ibarətdir. 36 bir otaqlı, 12 2 otaqlı mənzil inşa edilib. Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib. Dövlət başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Azərbaycan-Türkiyə münasibətlərinin ən böyük pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Prezident İlham Əliyev Türkiyənin Milli Bayramı Respublika günü münasibəti ilə həmkarı Rəcəb Tayyip Ərdoğan və bütün Türkiyə xalqını təbrik edib. Qeyd edib ki, bugün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir. Böyük uğurlara imza atır. Beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal, prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırıb. Biz qardaş ölkənin uğuruna sevinir və bundan fərəhlənirik. Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və bir millət, iki dövlət prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Bugün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi, eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump növbəti dəfə dünyada münaqişələrin həllindəki rolu barədə danışıb. Yaponiyada Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələrinə məxsus George Washington nüvə aviadaşıyıcısında hərbiçilər qarşısında çıxışı zamanı bildirib ki, 8 ay ərzində söz və tariflər vasitəsilə 8 müharibəni sona çatdırıb. Birləşmiş Ştatlar lideri bitirdiyini iddia etdiyi müharibələr arasında Ermənistan-Azərbaycan münaqişəsinin də olduğunu qeyd edib. Heç bir məlum prezident bu qədər müharibəni sona çatdırmayıb. Çoxları isə müharibəyə başlayır. Son olaraq bu ay Qəzza və Yaxın Şərqdəki müharibəyə son qoyduq deyə Trump vurğulayıb. O, hərbiçilərlə görüşün sonunda ənənəsinə uyğun olaraq musiqi sədaları altında rəqs edib. Belarus prezidenti Aleksandr Lukaşenko Qəzza zolağında və Azərbaycanla Ermənistan arasında münaqişələrin həllinin uzun müddətli olacağını ümid edir. Belarus lideri bu barədə Minskdə Avrasiya Təhlükəsizliyi üzrə 3-cü beynəlxalq konfransda danışıb. Son vaxtlar bəzi uzun müddətli münaqişələr üçün həll yollarına nail olmaq mümkün olub və ümid edirəm ki, bu həllər uzun müddətli olacaq. Azərbaycan və Ermənistan sülh sazişi imzalayıb, Qəzza bölgəsində 2 illik müharibə başa çatıb. Bu yalnız başlanğıcdır, ümid edirik ki, bu yaxşı bir başlanğıcdır deyə o vurğulayıb. Ötən gün axşam saatlarında Türkiyənin Balıkəsir vilayətində baş verən 6,1 bal gücündə zəlzələdən sonra 102 yeraltı təkan qeydə alınıb. Məlumata görə zəlzələ nəticəsində 3 ev və 2 mərtəbəli iş yeri dağılıb, 22 nəfər xəsarət alıb. Balıkəsir valiliyi bölgədə baş verən zəlzələ səbəbindən bugün əyalətdəki məktəblərin bağlı olmasına, əlil şəxslərin və hamilə xanımların bir günlük inzibati məzuniyyətə göndərilməsinə qərar verib. Zəlzələ İstanbul, Çanaqqala, Təkirdağ, Bursa, İzmir, Manisa kimi bəzi vilayətlərdə hiss edilib. Prezident Rəcəb Tayyip Ərdoğan zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb. Qeyd edək ki, zəlzələdən sonra yeraltı təkanlar müəyyən aralıqlarla davam edir. Avtoşoklar əhali arasında təşvişə səbəb olub. Televiziya aparıcılar da canlı yayımda qorxu hisslərini gizlədə bilməyib. Böyle Hüseyin Gün gibi biriyle... Deprem oluyor. Şu anda deprem evet, oluyor. Evet. Şu anda. Eyvah, deprem Evet. oluyor. Deprem oluyor. Evet, deprem oluyor Deprem sevgili oluyor. seyirciler.
Evet, Ben de demin evet diyorum, çok acaba çok mı? fena Çok sallanıyoruz. Çok fena. Evet, Oo. çok fena sallanıyoruz. Bayağı çok fena. sallanıyor. Hala sallanıyoruz. Bayağı sallandı. Bayağı sallanıyor. Çok sallanıyoruz evet. Evet. Sevgili seyirciler. Evet, Hemen çocuklara yazalım. evet hala sallanıyoruz. Çok uzun süren bir Azərbaycan Birləşmiş Millətlər Təşkilatının kiber cinayətkarlığa qarşı konvensiyasını imzalayıb. Vyetnamın paytaxtı Hanoyda BMT-nin kiber cinayətkarlığa qarşı konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Tədbirdə BMT-nin baş katibi Antonio Guterres, Vyetnam prezidenti Leong Kyong da iştirak edib. Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əlin Ağayev imzalayıb. Beynəlxalq sənəddə kiber cinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya, kommunikasiya texnologiyalarından sui istifadənin qarşısının alınması, elektron sübutların toplanması, təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas məqsədlər kimi qeyd olunub. Beynəlxalq sənəd 72 ölkə tərəfindən imzalanıb. Azərbaycanın konvensiyanı ilk imzalayan ölkələrdən olması Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin kiber cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa, qlobal kiber mühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirilir. Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 15-ci iclası keçirilib. İclasda komissiyanın fəaliyyətinin ötən dövr üzrə nəticələri nəzərdən keçirilib. Sənaye, kənd təsərrüfatı, maşın qayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat, logistika, ticarət və investisiya sahələrində konkret nəticələr və irəliləyişlər qeyd edilib. Gəncə Avtomobil Zavodunda Belarus tərəfi ilə birgə kənd təsərrüfatı və xüsusi təyinatı texnikanın yığılmasının davam etdirildiyi bildirilib. Qeyd olunub ki, azad edilmiş ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə aqro şəhər layihəsi üzərində işlər davam edir. İclasın yekununda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair birgə protokol imzalanıb. Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb. Bölgələrdə ölümlə nəticələnən yol qəzaları baş verib. Təəssüf ki, 5 nəfər həyatını itirib, 4 nəfər xəsarət alıb. Təfərrüatlar sıradakı sujetdə. Bərdədə 3 nəfərin ölümü, bir azyaşlının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Rayonun Mehtili kəndi ərazisində 2 avtomobilin toqquşması nəticəsində avtomobildə olan 3 nəfər, 57 yaşlı Ələddin Əliyev, onun 20 yaşlı oğlu Röyal Əliyev və 22 yaşlı Səyyad Əliyev hadisə zamanı həyatını itirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib. Qəza zamanı xəsarət alan bir nəfər azyaşlı isə xəstəxanaya yerləşdirilib. Gəncədə də ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ələkbər bəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan Fiat markalı avtomobillə Hyundai markalı minik maşını yol ayrıcında işıqforda toqquşub. Qəza zamanı Fiatda olan sərnişin 72 yaşlı Oktay Süleymanov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Onun meyidi hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Sürücü 36 yaşlı Əziz Verdiyev və digər sərnişinlər 63 yaşlı Tahirə Kərimova, 22 yaşlı Əli Nağızadə və 29 yaşlı Ramal Mehdiyev isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib. Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər həlak olub. Hadisə Culfa rayonunun Camaldın kəndi ərazisində qeydə alınıb. Belə ki, Gülnar Nəcəfovanın idarə etdiyi Kia markalı avtomobillə Rəhim Məmmədovun idarə etdiyi DAF markalı yük avtomobili toqquşub. Nəticədə mini avtomobilinin sürücüsü Gülnar Nəcəfova hadisə yerində həyatını itirib. Qəbələ rayonunun Bunut kəndi ərazisində İslam İspəndiyarov idarə etdiyi VAZ 2107 markalı avtomobillə piyada 59 yaşlı Elmirə Əhmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bütün faktlarla bağlı araşdırma aparılır. Məhəmməd Hacızadə, Mədinə Niknəcət, Habil Aslanoğlu, Samir Cəbiyev, ATV Xəbər. Lerikdə yeznə qaynını iş başında olarkən bellə xəsarət yetirib. Ağır yaralanan şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəyə səbəb nə olub? Təfərrüatlar sujetdə.
Lerik rayonu Balaş Dövlətov adına Vılıq kənd ümumi orta məktəbin həyətində gözətçiyə hücum edilib, xəsarət yetirilib. Kənd sakini 56 yaşlı Bəşir İbadov məktəbdə iş başında olarkən yeznəsi 37 yaşlı Yusif Dövlətov ona hücum edib. Yeznə qayın arasında mübahisə yaranıb. Yusif Dövlətov qayını Bəşir İbadova kənd təsərrüfatı aləti olan bellə xəsarət yetirib. Məlumata görə mübahisə iş bölüşdürmə üstündə yaranıb. Atam simində olub da, yəni gecə qaranlıqsızdır, orada işləyir. Mən də evdən çıxdım, qaçdım, gördüm maşına gətirirlər. Nə ilə vurub ki onu? Lapatma ilə, həkimlər də elə deyir. Nə ilə bağlı mübahisə? Elə işə görə. Yaralanan Bəşir İbadov ötən gecə saat 2 radələrində ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb, reanimasiya şöbəsinə yerləşdirilib. 1969-cu il təvəllüdü bir nəfər kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş qapalı kəllə beyin travması diaqnozu təyin olunub. Pasiyentin müalicəsi mərkəzin reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Yusif Dövlətov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Məhəmməd Hacızadə, Zaur İsmailov, ATV Xəbər. Özəl uşaq bağçasında azyaşlı başından xəsarət alıb, iddialara görə bağça müdürü bu məsələyə laqeyd yanaşıb. Azyaşlının atası baş verənləri ATV Xəbərə danışıb. Abşeron rayonu Masazır qəsəbəsində Etimad Kids bağçasında uşağın başı yarılsa da ailəsinə xəbər verilməyib. Bu barədə 2 yaşlı Əli Nurullazadənin atası Murad Nurullazadə bizə məlumat verdi. Onun sözlərinə görə oğlu bağçada nəzarətsiz qalıb və oynayarkən yıxılaraq başı yarılıb. Bundan sonra uşağa yalnız ilkin tibbi yardım göstərilib. Halbuki uşaq xəstəxanaya aparılmalı idi. Gəldi uşağı bağçadan götürməyə, anası yaxın çıxdı bağçadan uşağı götürdü, düşdü ki, başında bant var. Soruşdum ki, bu nədir? Yəni uşağın nə olub da bu belə? Dedi ki, bəs direktorun yanına girdim. Dedi ki, adi cızıqdır, uşaqdır, yıxıla-yıxıla böyüyər. Soruşdum ki, yəni bu uşaq hardan yıxılıb? Niyə bizə məlumat verməmisiniz? Götürdüm oradan uşağı apardım Abşeron rayon mərkəzi xəstəxanasına və oradan çıxan kimi 102-yə məlumat verdim. Orada ilkin müdaxilə olundu, iynə vuruldu pas əleyhinə, oradan da yönləndirildi mənə nevrocərrahiyyəyə. Orada uşağın başına tikiş qoyuldu. Məsələ ilə bağlı adı çəkilən bağçaya müraciət etdik. Amma suallarımıza cavab verən tapılmadı. Bir neçə gün öncə nəzarətsiz qalan uşaq məhz gördüyünüz bu bağçada yıxılaraq başından xəsarət alıb. Məsələ ilə bağlı bağçadan mövqe öyrənmək istəsək də sualımıza cavab verən tapılmadı. Sosioloq deyir ki, son zamanlar bağçada uşaqlar və tərbiyəçilər arasında tez-tez problem yaşanır. Bunun qarşısını almaq üçün bu sahəyə nəzarət gücləndirilməlidir. Bağçada baş vermiş bu problemlərlə bağlı ancaq məsuliyyəti tərbiyəçilərin üzərinə artmaqla bağça rəhbərliyi, xüsusilə də o inzibati işin və yaxud da ki, bağçaya nəzarət işinin normal səviyyədə olmaması barədə yaranmış təəssüratdan kənara çıxaraq, sanki kimisə müqəssir kimi bu problemdə tərbiyəçini güdaza verməyə çalışır. Bağçalara qarşı müəyyən qədər intizam tədbiri ola bilər, müəyyən qədər bu cərimələrin tətbiq olunması ilə özəl bağçalarda bu kimi problemlər aradan qalxmış ola bilər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, Abşeron rayonu ərazisində yerləşən uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. İlkin araşdırmalarla uşağın oyun oynayarkən yıxılması məlum olub. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin edilib. Araşdırma aparılır. Elşad Bayramoğlu, Elvin Muradov, Məhəmməd Hacızadə, ATV Xəbər. Avtobusların köhnə olması, sürücülərin bəzən nizam-intizam qaydalarına əməl etməməsi barədə mütəmadi xəbərlər eşidirik. İndi təqdim edəcəyimiz sujetdə də problem eynidir. Bir marşrut xəttində sürücü avtobusu saxlayıb siqaret çəkir, digərində isə köhnə avtobuslar sakinləri təngə gətirib. Şofer avtobusu qoyub, orada siqaret çəkir. Sürücü avtobusu yolun ortasında saxlayıb siqaret çəkir. Görüntülər metronun Memar Əcəmi stansiyası istiqamətindən Masazır qəsəbəsinə fəaliyyət göstərən 525 nömrəli avtobusda çəkilib. Sərnişinlər deyir ki, sürücünün bu rahatlığı gecikmələrə səbəb olur. Avtobuslar arası intervalda çoxdur. Üstəlik, avtobus parkının yeniləndiyi açıqlansa da, xəttdə hələ də köhnə nəqliyyat vasitələri var. Avtobuslar bərbad vəziyyətdə, gəlib çıxmaq bilmir. Çox gec gəlirlər. Sürücülər isə deyir ki, gecikmələrə səbəb yolun çox bərbad vəziyyətdə olmasıdır. Uzun illərdir ki, yol təmir edilmir. Yolumuz yol deyil. Maşın belə gedir, belə gəlir. Ona görə də gecikmə olur. Probkamız da çox olur. Yollar yaxşı olsa,
Biz rahat gedərik də, tez gedib tez gəlirik. Bəs avtobusu saxlayıb siqaret çəkmək nə dərəcədə qaydalara uyğundur? Daşıyıcı şirkətdən ATV xəbərə bildirildi ki, yayılan görüntülər 2 ay əvvələ aiddir. Həmin sürücü elə o vaxt işdən azad edilib. Xəttdə olan köhnə avtobuslara gəlincə 10 dənə bizə təzə avtomobil istismarı buraxmışıq, işləyib saatı xidmət edirik əhaliyə. 10 dənəsi də hardasa bir 4 gün, 5 gün ərzində Allahın köməyinə gələcək, o köhnələri çıxardacaq. Biləcəri qəsəbəsindən Nərmanov rayonu istiqamətindən fəaliyyət göstərən 83 nömrəli avtobusun sərnişinləri də şikayətçidir. Şəhərdən 6-dan sonra tapmaq olmur. Amma deyəndə sürücüyə irad bildirəndə sürücü kobud cavab verir. Sınıq olur. Oturduğun yerdə bir də görürsən ki, açdın. Yəni o oturacaq yerləri çox bərbad vəziyyətdədir. Oturacaqlar keyfiyyətsiz vəziyyətdədir. Yanacağı iyisini maşın içərisinə verir. Oturacaqlara acı əl vuranda toz qalxır, o nədəndir? Oturacağa toz qalxır deyəndə ki, yüngülvari bir avtobus idi. Bu günortaya qədər işləyib, səhərdən indiyə qədər işləyib. Amma içi də tərtəmiz idi avtobusun. Avtobuslar nə vaxt yenilənəcək? Noyabr ayının axırında Allah qoysa ilk partiyaya gələcək 20 ədəd avtobus gəlir. Hər iki avtobusda yaranan problemlə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. ATV xəbərə bildirildi ki, qurum daşıyıcılara və sürücülərə nizam, intizam və sərnişin daşıma qaydalarına əməl etmək barədə ciddi tapşırıqlar verib. Köhnə avtobus olan xətlərin sahiblərinə də parkın yenilənməsi barədə mütəmadi xəbərdarlıq edilir. Bəs Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinin bərbad yolunun aqibəti necə olacaq? Masazır bələdiyyəsindən bildirildi ki, yol gələn il təmir ediləcək. Əkbər Əlizadə, Samir Gülməmmədov, Sənan Bəhrəmli, ATV xəbər. Yasamal rayonu Lev Tolstoy küçəsində bəzi evlərdə 20 gündür internet yoxdur. Sakinlər deyir ki, ödəniş olunsa da xidmətdən istifadə edə bilmirlər. Bəs problemin səbəbi nədir? Ətraflı sujetdə. Üç həftə əvvəl sözügedən bu ərazidə söküntü işləri aparılıb. Sakinlərin dediyinə görə həmin müddətdə internet kabelləri kəsilib. Elə biz də hazırda kabellərin kəsilməsini müşahidə edirik. Ayın 5-dən burada yaşayan sakinlər internet üçün aylıq 27 manat ödəniş etməsinə baxmayaraq artıq 20 günə yaxındır ki, hətta 20 günü keçir deyərik ki, internetsiz qalıblar. Günümüzdə internet elə bir vacib infrastruktur halını alıb ki, onun kəsilməsi bir çox sahədə ciddi problemlərə səbəb olur. Vətəndaşlar bu 20 gündə mobil internet vasitəsilə tələbatlarını ödəməyə çalışırlar. 20 günə yaxında internetimiz yoxdur. Ödənişimiz də eləmişik 27 manat ayın 5-də. Ayın 5-də nə qalıb ki? İnternet yoxdur. Bir gün internet pulu gecikəndə heç gecikməmiş kəsirlər. 27 manat ayın 5-dən ödəniş edirəm. Onundan bura qədər işləmir. Haçanda zəng eləyirik, deyirlər bu həftə olacaq, gələn həftə olacaq. Nə yaxşı, bir gün gecikən kimi interneti kəsirlər. Nə telefon işləyir, internetlə bərabər, nə internet işləyir. Birinci günə söz vermişdilər. O da ki, gəlib yoxdur hələ. Dünəndən yığırıq, tapa bilmirik, gəlib montaj eləməlidirlər, o da yoxdur. Deyirəm ki, bizim batan pulu kim verəcək? Yaxşı, onun yerinə internet verəcəksiniz, deyir yox. Problemin nə zaman aradan qaldırılacağı ilə bağlı Aztelekom və Baktelekom məhdud məsuliyyətli cəmiyyətlərinə sorğu ünvanladıq. Bildirildi ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək. Ağcəl Əsgərli, Amil Əliyev, ATV xəbər. Və məsələ artıq həllini tapıb, elə bu dəqiqələrdə sakinlər ATV xəbərə bildirib ki, internet problemi aradan qaldırılıb. Xatırlayırsınızsa, bazar günü Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası ev 2 ünvanında ötən ilki yağışdan sonra sürüşmə baş verməsi, evlərdə çatdar yaranması barədə sujet təqdim etdik. Həmin gün qeyri-iş günü olduğuna görə aidiyyatı qurumlardan cavab ala bilməmişdik. Suraxan rayon icra hakimiyyətindən məsələyə aydınlıq gətirilib. ATV xəbərə bildirilib ki, Yeni Günəşli yaylası ərazisində yerləşən xüsusi mülkiyyətdə olan evləri qəzalı vəziyyətə düşən sakinlərin köçürülməsi ilə bağlı müvafiq qurumların qərarı yoxdur. Müraciət edən vətəndaşların köçürülməsi, başqa mənzillə təmin edilməsi rayon icra hakimiyyətinin imkanları xaricindədir. Məsələ ilə bağlı müvafiq məktublarla aidiyyatı qurumlara müraciət olunub. Bölgələrdə dabaq xəstəliyi səbəbindən mal bazarlarının bağlanması həm ət, həm də ağartı məhsulu satışında durğunluq yaradıb. Fermerlər yaranacaq qıtlığın bahalaşmaya səbəb olacağını düşünsə də bazarlarda mənzərə fərqlidir.
Bölgələrdə mal bazarlarının bağlanması fermerlərin işini çətinə salıb. Əvvəllər bazarlarda mallarını satışa çıxaran təsərrüfat sahibləri indi ehtiyacları olduğu təqdirdə nə edəcəklərini bilmirlər. Göyçayda dabaq xəstəliyi səbəbindən şəxsi təsərrüfatlardan da heyvan alışına marağın azaldığı bildirilir. Hesab edilir ki, mövcud vəziyyət qıtlığa səbəb olacaq ki, bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Bu kətçinin işi heyvandarlıqla keçir, malla qoyunla. Bu da böyük gün bazar bağlanıbsa, elə adam var ki, çörəyin dərdindən məcburdur bu heyvan aparsın, satsın, özü çörək alsın. Əgər bu mal satılmırsa, qəssab da alıb kəsməyə qorxursa, o qıtlıq yaranacaq, bahalası ola bilər. 10 gündən bir bazara gedirdik, həm mal satırdıq, həm mal alırdıq. İndi artıq bazar bağlanıbdır, o bizim də ziyanımızadır. Yəni bugünkü gündə biz belə deyək ki, tələbimizi ondan götürürdükdə yararlanırdıq. Pul belə deyək ki, qazanırdıq. Qazancımız ondan əldə edirdik. Əvvəllər ayda bir dəfə, 2 dəfə çıxırdıq bazara, heyvan satırdıq, yaxud alırdıq. Artıq o da mümkün deyil. Qəssablar da artıq almaqdan çəkinirlər. Əhali də istər ət və süd məhsulları olsun, almağa çəkinirlər. Bunun bir kənd adamı kimi, bir heyvan saxlayan insan kimi bizə də çox böyük təsir oldu. Qəssablar isə alıcı azlığından şikayət etsələr də heyvan alışında problem yaşamadıqlarını bildirirlər. Heyvanları şəxsi təsərrüfatlardan, fermalardan aldıqlarını deyirlər. 150 kilo, 200 kilo ət satırdıq. İndi 100 kilo əti, 120 kilo əti zorla satırıq. Alıcı biraz azalıb. Qiymətlər yox. Qiymətlər kənd cəmaatının heyvanın qiyməti həmin qiymət. 16 manat alırıq, 15-50 alırıq, 17 satırıq. Təmiz erkək dana. Xəstəliklə əlaqədar qiymətlər düşə bilər ancaq. Qalxa bilməz. Ağartı məhsulları bazarında da durğunluq yaşanır. Qiymətlər ucuzlaşsa da alıcılıq səviyyəsi olduqca aşağıdır. Hamı ehtiyat edir, qorxur almağa. Qatığı 3 manata satırdıq, indi 2 manata satırıq. Sütü bayaqdan 1 manata satırıq, indi 50 qəpiyə satırıq. Mallar bəziləri xəstə olan dolar sağılmır. Ona görə qıtlıq da yaranıb. Əvvəl yaxşı idi, sağlam idi, ham alırdı. Bakıdan nə qədər kletlər gəlirdi, rayon, kənd məhsulları alıb aparırdı. İndi xəstəliyə görə heç kəsə o qədər də alver yox. Dabaq xəstəliyi ilə bağlı biraz ehtiyatla hərəkət edirik. Ancaq biz inandığımız adamdan, məsələn, həyətdən gedirik, alırıq. Mal bazarının bağlanmasına səbəb olaraq yəqin ki, qıtlıq olacaq. Qeyd edək ki, ötən həftə dabaq xəstəliyi səbəbindən bölgələrdə mal bazarları bağlanıb. Hazırda bazarlarda dezinfeksiya işləri aparılır. İşlər yekunlaşdıqdan sonra bazarların mərhələli şəkildə açılacağı gözlənilir. Sənan Bəhrəmli, Samir Cəbiyev, ATV Xəbər, Göyçay. Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib qanunsuz əməllərə yol verən Zərbi Zamanov və qohumu Rəvan Zamanov saxlanıb. Araşdırmalarla məlum olub ki, onlar İnşaatda istifadə olunan rəngli boyaları dərman görüntüsü yaratmaq üçün texniki spirtə qarışdıraraq qablaşdırıb, daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb. Onlara məxsus Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və sair sübutlar aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir. Prezidentin yaşayış minimumu haqqında qanunda təsdiq etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normalarını müəyyənləşdirib. Dəyişikliklərin əhəmiyyəti nədir? Sujetdə. Yeni dəyişikliklərə əsasən tibb və təhsil müəssisələri ilə yanaşı sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq edilib. Belə ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu. Yeni dəyişikliklər bu boşluğun aradan qalxmasına səbəb olacaq. Yeni qida normalarına əsasən təhsil, səhiyyə və sosial sahədə fəaliyyət göstərən müəssisələrdə bəzi məhsulların istifadəsi məhdudlaşdırılıb. Qadağan olunmuş məhsullar sırasına pasterizə və sterilizə edilməmiş süd və süd məhsulları, margarinlər, qazlı və şirinləşdirilmiş içkilər, enerji içkiləri, zərərli qalyanaltılar, çipslər və digər qida məhsulları daxildir. Xəstəliklərin əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar inkişaf edir. Sağlam qidalanma uzun ömürlüyü təmin edir və piyələnmənin, şəkərli diabetin inkişafının, ürək-damar problemlərinin, hipertoniyanın, əlçək xəstəliyinin qarşısını alır. Balanslaşdırılmış qidalanma insan orqanizmi üçün gündəlik rasionda zülalların, amin turşuların, yağların, karbohidratların, vitaminlərin optimal nisbətini təmin edir. Yeni normalarda artımlar da təsdiq edilib və bu da o deməkdir ki, həmin qurum
qurumlara dövlət büdcəsindən daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Təbii ki, bu həmin müəssisələrin fəaliyyətlərinin səmərəliliyinin artmasına və maddi və sosial təminatının daha da gücləndirilməsinə imkan verəcək. İl ərzində bunlar nə qədər zülal qəbul eləməlidir, nə qədər yağ, nə qədər belə deyək, karbohidrat, tərəvəz məhsulları və yaxud və bunun əsasında orta qiymət müəyyənləşir və dövlətdən həmin o şəxslərə görə Maliyyə Nazirliyindən büdcənin çərçivəsində həmin o qurumlara vəsait ayrılır. Və bu sahədə də idarəetmənin təkmilləşdirilməsi həm maliyyə resurslarının səmərəli idarə etməsinə imkan verəcək, nə qədər resurs lazımdır, onun müəyyənləşdirilməsi operativ həllinə imkan verəcək, həm də eyni zamanda da bu təminatın yaxşılaşdırılması baş tutacaq. Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, yeni qida normalarının tətbiqi vətəndaşların qida rasionlarının daha sağlam şəkildə təşkil edilməsinə imkan verəcək. Bu yanaşma sağlamlıq problemlərinin azaldılmasına, fiziki və zehni inkişafın dəstəklənməsinə töhfə verəcək. Ülkər Əliyeva, Şəhriyar Əhmədli, ATV Xəbər. Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nəşinin qalıqları 33 il sonra tapılan şəhidlərin ailələrinin gözü yollardan çəkilir. Daha 3 şəhidin Nəşinin qalıqları ailəsinə təhvil verilib. Vida mərasimindən sonra şəhidlərimiz vətən torpağına əmanət olunub. Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Mübariz Şahmurov 1963-cü ildə Sabirabad rayonunun Navdan kəndində anadan olub. 1992-ci il fevralın 26-sında Xocalı şəhərində itkin düşüb. Bugün onunla ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunub. Həm sevinç, həm kədər, həm şəhidimə olan qürur hissim hamısı bir aradadır bugün. 33 illik həsrətimizə son qoyuldu. Öz ölümün bilə-bilə bu ölümün dalıncan getdi. Buna görə mən həmişə qürur duyuram şəhidimlə. Dostuna zəng elədi ki, yəni evə çatdır ki, mənim sağ qayıtmağımı gözləməsinlər. Mən həyat yoldaşımı, uşaqlarımı Allaha əmanət eləyirəm. Əlbəttə ki, hisslər qarışıqdır. Eyni anda həm qürur, həm kədər, həm sevinç hissi yaşayırıq. Nəhayət ki, atam 33 il sonra öz adı və öz nəşi ilə torpağa tapşırıldı və atamın torpağa tapşırılması bütün itkin şəhid ailələri üçün bir ümiddir. Birinci Qarabağ müharibəsində itkin düşən digər şəhid Lətif Qəribalıoğlu Şah Hüseynov 1969-cu ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və elə orada da itkin düşüb. Sonradan məlum olub ki, o Zaqatala rayonunun Dağlı kənd qəbristanlığında naməlum əskər kimi dəfn olunub. 33 il sonra şəhidin nəşinin qalıqları ailəsinə təhvil verilib. Onunla da Sumqayıt şəhərində ailəsinin yaşadığı ünvanda vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Bir şeydə məyusam ki, atam, anam 5 il bundan qabaq ikisi də bir gündə rəhmətə getdilər. Övladlarının bu xəbərini eşitmədilər. Biz qardaşımla fəxr edirik. İtkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan digər şəhid Abdullah Quliyev 1968-ci il oktyabrın 26-sında Göyçayda anadan olub. O, 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Abdullah Quliyevlə də bugün vida mərasimi keçirilib. 33 ildə gözlərimiz yolda, qulaqlarımız səsdə olur. Ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımız azad olunub. Belə acılı, şirinli xəbərlərdən bütün itkin ailələri alsın. Şəhidin nəşinin qalıqları Abşeron rayonu Saray qəsəbəsindəki qəbristanlıqda torpağa tapşırılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ağcəl Əskərli, Pərviz Əliyev, ATV Xəbər. 28 oktyabr 2020-ci il Vətən müharibəsinin 32-ci günü idi. Həmin gün nələr yaşadıq? 2020-ci il oktyabrın 28-i bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin 32-ci günü. Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan ordusu gecə saatlarından cəbhənin müxtəlif istiqamətlərində ordumuzun yerləşdiyi mövqeləri və cəbhə zonasına yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tuturdu. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edirdi. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən düşmən yenə də mənfur xislətinə uyğun
uyğun olaraq mülki əhalinin yaşadığı ərazilərə hücumlarını davam etdirir. Tərtər, Ağcabədi, Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı artilleriya atəşinə tutulurdu. Günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə qarşı yenidən Simerç raketlərindən istifadə edilərək zərbələr endirildi. Hadisə nəticəsində 21 nəfər həlak oldu, 83 nəfər isə yaralandı. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Düşüblər aynı oyun almağa buradan. Burada mağazin var idi. Uşağa paltar almağa. Həmin moment Allah bəlalarını vermişlər. Artıq ikisi də heylə gedib. 21 günlük körpə qalıb öhdəmdə. 5 yaşlıya gedir indi. Bu balamız? Budur. 5 yaşlıya gedir indi. Adı, soyadı? İsmailzadə Gülçin Elçin qızı. Hamı bax burada öz işində gücündə idi. Qəfildən çox güclü bir partlayış oldu. Yəni bir anlıq ayıldım ki, mənim maşınımın yanı maşının içindəyim. Mən maşınımın qapısını açdım, güclə də özümü xilas elədim. Qılsam sallaq vəziyyətdə özümü atdım çölə. Çox sayda qəlpə yaralarım var. Lakin heç bir addım xalqımızı haqq yolundan döndərə bilmir. Ordumuzun düşməni döyüş meydanında məğlub etdiyi o günlərdə xalq öz həmrəyliyini qoruyub saxlayır. Elə həmin gün Prezident İlham Əliyev Bərdə sakinlərinin qisasının yerdə qalmayacağını, döyüş meydanında işğalçılara layiqli cavab veriləcəyini sosial şəbəkə hesabından bəyan etdi. Həmin gün cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi. Ordumuzun və xalqımızın bir amalı var idi. Torpaqlarımız düşmən tapdağından azad olunana kimi ancaq irəli. Bütün bunların fonunda Ali Baş Komandan növbəti qələbə xəbərini çatdırdı. Müzəffər Azərbaycan ordusu Zəngilanın 1-ci ağalı, 2-ci ağalı, 3-cü ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılcan kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır. Beləliklə müharibənin 32-ci günündə də üstünlüyün Azərbaycan ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi. Vətən uğrunda çıxdığımız haqq yolunun sonuna isə cəmi 12 gün qalırdı. Mələk İnqilablı Habil Aslanoğlu, İsmail Əmirli, ATV Xəbər. Bakselin mega lotereyasında həyəcan davam edir. Bu həftə 4-cü Zikr 001 avtomobilinin qalibi bəlli olacaq. İnnovasiya lideri Bakselin mega lotereyasında həyəcan sürətlə yüksəlir. Növbəti lüks avtomobil və iPhone 17 qalibi sən ola bilərsən. Xatırladaq ki, Baksel abunəçiləri mega lotereyada hər gün iPhone 17, hər həftə Zikr 001, finalda isə Porsche Cayenne qazanmaq şansı əldə edirlər. Bugünədək Bakselin mega lotereyasında 3 nəfər Zikr 001, 25 nəfər isə iPhone 17 sahibi olub. Həftəlik tirajda 4-cü Zikr 001 qazanmaq fürsətini qaçırma. Şans paketini aktiv et və şansını dəfələrlə artır. 1 az enlik şans paketi 3 şans ulduz 3 DSS, 5 az enlik şans paketi 25 şans ulduz 25 DSS. Daha ətraflı məlumat üçün lotereyabaksel.com. Tamaşaçıların marağını qazanan Çarəsiz serialının 2-ci bölümü ATV Xəbərdən sonra efirdə olacaq, nəzərdən qaçırmayın. Hələlik isə efirimiz Nicat Babayevin təqdimatında idman yenilikləri ilə davam edəcək. Mən sizlə sağollaşıram. Hər şey könlünüzcə olsun, salamat qalın.